Bu bitki min bir dərdin dərmanıdır. Allah'ın bir möcüzəsidir bizə. Təsəvvür elə zob, padagra, rematizma, egzema, mədə bağırsaq xəstəlikləri, öd daşı, bunların hamısını sağaldır. Söhbət çoxumuzun tanıdığı giskanı bitkisindən gedir. Ki diqqətlə dinləyin, sizə heç kimin verməyəcəyi bir məsləhəti verəcəm. Amma ekrandakı ürəyi qızardım və profilin üzərindəki üstəgələ işarəsinə toxunun. Götürürsən giskanı, əzirsən, qoyursan zobun üstünə. Zob düyünlərin əridir. Qoyursan rematizmanın üstünə, rematizma ağrıların kəsir. Padagra olan nahiyyə qoyursan, padagranı dağıdır. Egzema olan nahiyyə kompres edirsən, egzemanı sağaldır. Giskan bitkisinin şirəsini çəkirsən, gündə 2 dəfə içirsən, öd daşların əridir. Mədədə və 12 barmaq bağırsaqda olan xoranı sağaldır. Diqqətli olun, amma qan laxtalanması olan insanlara tövsiyə olunmur və 7 gündən artıq içmək olmaz. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, hər zaman sizin sağlamlığınızı düşünən əczasınız, baloğlanlar sağlam qalasın.